Göyçayda şəhid Əhmədov Ayaz Elsonoğlunun xatirəsi ehtiramla anıldı. Bu gün 7 oktyabr 2025-ci il tarixində Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində Vətən müharibəsi şəhidi Əhmədov Ayaz Elsonoğlunun şəhadətinin 5-ci il dönümü münasibəti ilə dərin hüzn və ehtiramla anım mərasimi keçirilib. Tədbirdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, kənd sakinləri, məktəblilər və şəhidin ailə üzvləri iştirak ediblər. Mərasim şəhidlərin müqəddəs ruhlarının xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Daha sonra çıxış edən natiqlər Ayaz Əhmədovun həyat və döyüş yolundan bəhs edərək, onun vətən uğrunda göstərdiyi şücaət və igidliyi, ölümü belə göz qırpmadan qarşılamasını, torpaqlarımızın azadlığı naminə canından keçməsini qürurla xatırladıblar. Tədbirdə məktəblilər vətənə, şəhidlərə və azadlıq uğrunda mübarizəyə həsr olunmuş şeir və kompozisiyalarla çıxış ediblər. Onların səsləndirdiyi misralar tədbir iştirakçılarının qəlbində dərin duyğular oyadıb. Şəhidlərin əziz xatirəsinə olan hörmət və sevgini bir daha ifadə edib. Daha sonra şəhidin ruhuna dualar oxunub, məzarı ziyarət edilərək üzərinə gül dəstələri düzülüb. Hər kəs bu müqəddəs məzar önündə bir daha dərk edib ki, Ayaz kimi qəhrəman oğullarımızın qanı, onların fədakarlığı sayəsində bu torpaq azaddır və bu vətən var. Mərasim sonda şəhidin məzarı önündə çəkilən xatirə fotoları ilə yadda qalıb. Gözlərində qürur, qəlblərində isə nisçil daşıyan insanlar bir daha əmin olublar ki, Ayaz kimi igidlərin adı heç vaxt unudulmayacaq. Onların ruhu daim xalqımızın qəlbində yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.